Demək, ruh soluna baxırıq. X, Y-in kvadratı 3-dürsə, digər tərəfdən deməli bunları təmin edən X, Y gerçək, yəni tüklərdən götürüblər. Həqiqi ədədlər ikilisi 3-ün X, Y hansı ola bilər? Demək, biz əvvəla buradan X kvadrat üstəgəl Y kvadrata şübhə doğurur ki, bunu əlavə müxtəsər bölmə düsturundan yazaq. Yəni necə? Mən də burada fikir verin, burada vurub açanda, gəlin birinci bunu vurub açaq, görək hansı ki, sərf eləyir bizə. Vurub açanda olur X, Y, deməli, X, Y, çıx X. Buradan üstə gəlsin 1 vur Y, üstə gəl Y olacaqdır. Çıxılsın 1 vur 1, müsbət 1, mənfi 1, 1. Bərabərlik 1 alırıq. Buradan alırıq ki, deməli, Y çıx X da bura. Onda çıxması ilə lazımdır bizə düstur. Y çıx X, digərini sağ tərəfə keçəndə 1-i sağ tərəfə 2 eləyəcək. Çıxılsın X, Y. Düzdürmü? Burayacaq sadədir. Onda mən bu müxtəsər vurma düsturunu burada əlavəni Y çıx X üzərinə quracam. Yəni Y çıx X-in kvadratı əlavəyə görə üstəgəl olacaq. Üstəgəl bunların kimisi X, Y bərabərdir 3-ə. İndi Y çıx X yuxarıda verilib də bizə. 2 çıxılsın X, Y-dir. Onu yerinə yazsam, bax burada. Burada yerinə yazsam nə olacaq? Başqa qələmlə yazım. Yuxarıda verilib ki, X, Y, 2 çıxılsın X, Y-dir. Burada da X, Y var. Aparıb buradan yerinə yazsaq, nə olacaq? 2 çıxılsın X, Y kvadratı üstə gəlsin 2x, Y. Bu 3-ü də atıram sol tərəfə, çıxır 3 bərabər 0. Bunu açsam olacaq 4. Çıxılsın 2 dəfə x, Y. Bir də 2-yə vursam 4x, Y. Burada da üstə gəlsin 2x, Y var. Çıx 3 bərabər 0. Sadələşdirsəm bunu, burada neysə unutdum mən, bir dəqiqə. X, Y kvadratı qaldı burada. 4x, üstə gəlsin x, Y kvadratı. Bir də üstə gəlsin 2x, Y. Çıx 3 bərabər 0. Düzdürmü? Buradan x, Y kvadratı, x, Y kvadratı çıxılsın mənfi 4x, Y, müsbət x, Y. Çıxılsın, deməli, 2x, Y və burada bir 4 var. 4-dən 3-ü çıxanda da nə olacaq? Müsbət 1. Üstə gəlsin 1 bərabər 0. Burada rahat görünür ki, müxtəsər vurma düsturudur. Baxın, bu hissə müxtəsər vurma düsturudur. X, Y çıxılsın 1-in mötərizə kvadratı düsturudur. Bərabərdir 0-a. Bunun 0 olması üçün mötərizənin içi 0 olmalıdır. X, Y çıx 1 bərabər 0 olmalıdır. Təbii ki, buradan görünür ki, X, Y 1-ə bərabərdir. Bizdən də elə onu soruşur. X, Y aşağıda hansı ola bilər? Müsbət 1 ola bilər. D variantı. Yəni, buranın, yenə deyim, müxtəsər vurma düsturuna görə X, Y çıx 1-in mötərizə kvadratdır.